Alivia'dan belə bir PR boksumuz var. Gəlin birlikdə baxaq. Bildiyiniz kimi 23-24 may tarixində Bakı bulvarında Alifest keçiriləcək və təbii ki, mən də orada olacağam Alivia'nın siması olaraq. İçərisində nəmləndirici jaja boyağı olan belə bir bədən losyonu çıxır. Mən sizdən öncə təbii ki, biraz baxdım, amma tam baxmadım ki, birlikdə baxaq. Selenesin belə bir SPF 15 bronzlaşdırıcı günəş yağı çıxan Urban Care'in Glycolic Retinol seriyasından olan şampunudur. Bunun bu yaxınlarda biz videosunu çəkmişdik. Gün saç tipləri üçündür. 100 saata qədər isə parlaq və güclü saçlarda 350 ml-dir. Belə ən sevdiyim yanlarından biri isə vegan olmasıdır. Yəni bir məhsulun heyvanlar üstündə test etməməsi mənim üçün deyərdim ki, ən birinci amildir. Morphos'un Milk Terapiya köpüğü. Morphos'un məhsullarını nə qədər sevdiyimi hər kəs bilir. Xüsusən də bu inəkli seriyasını çox bəyənirəm. Dinolab'dan belə multipeptid üz üçün serum var. Mən dünən bunu açdım, baxdım. The Pure Solution'dan belə bir 50 SPF-dir. Məndə var, zaten istifadə edirəm. Bunu da stoka atacağım. Saç tökülmə əleyhinə belə bir saç şampunu çıxır. Və Bioderma'dan belə bronzlaşdırıcı yağ çıxır. 30 SPF. Bunu mütləq istifadə eləyəcəm. Bunu az öncə video çəkirdim, istifadə elədim. Golden Rose'un belə bir dodaq nəmləndiricisidir. Çox qəşəngdir, çox qəşəng nəmləndirir. Qoxusu da çox gözəldir. Və üz üçün belə bir stick bronzer çıxır. Genesis'in belə bir üz üçün baryer bərpa edici kremi çıxır. Bu tam da mənim ehtiyacım olan bir şeydir. Üzüm dediyim kimi bu aralar mesela sözümə baxmır. Realdan belə bir tuş və bədən üçün belə bir skrab çıxır. Oy, qoxusuna baxmaq istəyirəm. Daha necə qəşəng qoxusu var. Qızlar, çox qəşəng qoxusu var. Aşırı bəyəndim. Və PR boksumuzun içindən çıxanlar bu qədər idi. Alivia'ya təşəkkür eləyirəm və 23-24 mayda Alifestdən mütləq hər birinizi gözləyirəm.